Qarşı duranların səsi ucsuz-bucaqsız dağların qoynunda, torpağın hər qarışında əcdadların sirlərini, keçmişin acı şirin xatirələrini daşıyan Günəşliyə adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları hər küncündə minlərlə dastanın, nəsillərin hikmətinin səsi kimi fısıldayır, axan çayların sırıltısında və meşələrin sükut dolu kölgəsində insan ruhunun sarsılmaz dəyərlərini əks etdirirdi. Lakin bu sakit və səmimi dünyada zaman-zaman ortaya çıxan, insanı dərin düşüncələrə salan bir duyğu vardı. Qarşı duran, inamsızlığa, ədalətsizliyə və zülmə qarşı duran o sarsılmaz ruh. Kəndin ən hörmətli və müdrik adamlarından biri olan Əli bəy, gənclərə həyatın hər anının bir dərs olduğunu, hər acı, hər itki arxasında doğan yeni ümidlərin izini daşıdığını söyləyirdi. O deyərdi, əziz övladlarım, həyatın çətin sınaqları və kədər dolu anları bizim içimizdəki əsl gücü, sevgi, mərhəmət, ədalət və qüruru ortaya çıxarır. Qarşı duran ruh, ədalətsizliyə, zülmə və inamsızlığa meydan oxuyanda o, insanı həqiqətən böyük edir. Bu sözlərdən ilham alan gənc Murad, kəndin dar küçələrində, tarlaların zəhmət dolu səhnəsində böyüdü. Onun həyatı, sadə evində, ailəsinin səmimi qucağında keçmişin izlərini və nəsillərin öyrətdiyi ənənələri özündə daşıyan, amma eyni zamanda zülm və ədalətsizliklə qarşılaşan çətin günlərlə rənglənmişdi. Muradın atası Hacı Rəsul torpaqla, əcdadların sərt qanunları ilə üz-üzə qalaraq ailəsinə və kəndə sarsılmaz bağlılıq bəxş edirdi. Lakin kənddə hökmran olan və bütün zəhmətkeş insanları öz mal-mülkü ilə hökm altına alan zəngin Əhməd bəyin ədalətsiz siyasəti Muradın qəlbində dərindən yara açdı. Əhməd bəy kəndin ən böyük torpaq sahibi idi. O, kəndin zəhmətkeş insanlarından torpaq və məhsul almaq üçün ədalətsiz vergilər tətbiq edir, onların azadlığını və ümidlərini yox edirdi. Hər gün kənd meydanında toplanan adamlar bu ədalətsizliyə qarşı səsini qaldırmağa çalışır, lakin Əhməd bəyin gücü, pulla dəstəklənən təzyiq insanların qəlbindəki ümidləri tükəndirirdi. Murad isə hər gün tarlalarda işləyərkən atasının sərt baxışlarının, anasının kədər dolu gözlərini və qonşularının səssiz narahatlığını hiss edirdi. Onun qəlbindən ədalətsizliyə və zülmə qarşı sarsılmaz bir müqavimət oyanmağa başlamışdı. Bir gün Murad kəndin dar daş yolunu keçərək məclis evinin köhnə otağına getdi. Orada Əli bəy və digər müdriklər keçmişin dərslərini və gələcəyin ümidini danışırdılar. Murad o gün ilk dəfə öz içindəki sarsılmaz müqaviməti sözlərlə ifadə etmək arzusuna qovuşdu. O, sakitcə, amma qətiyyətlə dedi, ey əziz övladlarım, artıq biz hər gün torpağın sərt reallığı ilə üz-üzə qalırıq. Lakin unutmayaq ki, hər acı, hər ədalətsizlik, hər kədər bizə əsl gücümüzü, müqavimətimizi bəxş edir. Mən artıq bu ədalətsizliyə, zülmə və inamsızlığa qarşı dayanmaq, öz qəlbimdə yanan bu sarsılmaz işığı bütün insanlara çatdırmaq istəyirəm. Bu sözlər məclisdə toplanan gənclərin və yaşlıların qəlbində dərin rezonans yaratdı. O gün kəndin bir çox adamı Muradın səmimi və qətiyyətli sözlərində öz içlərindəki illərdir gizli qalan müqavimət səsini eşitdi. Hər kəs Əhməd bəyin ədalətsizliyinə qarşı sarsılmaz inam və sevgi ilə necə müqavimət göstərmək lazım olduğunu düşünməyə başladı. Muradın bu sözləri kəndin dar küçələrində, tarlaların və meşələrin arasında axan çayın şırıltısında sanki əbədi bir müqavimətin simvoluna çevrildi. O, kəndin zəhmətkeş insanlarının hər gün yaşadıkları çətinliklərin torpaqla, su ilə, əməklə və inamla ölçülən əsl gücün şahidi idi. Hər gün səhərin ilk işığı ilə oyanarkən Murad öz içində qarşı duranların sarsılmaz ruhunu hiss edir, ədalətsizliyə, zülmə və inamsızlığa qarşı olan bu müqaviməti canlı tutmağa çalışırdı. Bir gün kəndin meydanında böyük bir yığıncaq təşkil olundu. Kəndin bütün sakinləri üzərində təkcə zəhmət, acı və kədər deyil, eyni zamanda ümid, sevgi və müqavimət də daşıyan ürəklərlə bir araya gəldi. Həmin yığıncaqda Əli bəy səmimi səsi ilə keçmişin ağır dərslərini, hər itki və hər acının insanı necə də gücləndirdiyini danışdı. O, belə dedi, əziz dostlarım, hər birimiz bu torpağın övladlarıyıq. Bizim əsl gücümüz yalnız pul və var dövlət deyil, qəlbimizdə yanan ədalətə, sevgi və inama dair sarsılmaz ümid işığıdır. Qarşı duranlar, ədalətsizliyə, zülmə və inamsızlığa meydan oxuyanlardır. Hər itki, hər acı, hər kədər bizə öyrədir ki, ən böyük güc insanın içindəki müqavimət, əsl qəhrəmanlıqdır. Bu sözlər kəndin gəncləri arasında böyük bir dalğa yaratdı. Murad, Əhməd bəyin ədalətsizliyinə qarşı daha da qətiyyətlə mübarizə aparmaq qərarına gəldi. O, ailəsinin, qonşularının və bütün kəndin səssiz narahatlığının ədalətsizliyə qarşı olan sarsılmaz müqavimətini öz içində cəmləşdirdi.
O, günlər boyu tarlalarda, meşələrdə işləyərkən hər bir damla terin, hər bir yorğun addımın arxasında sanki bir inam, bir ümid işığı tapırdı. O, artıq bilirdi ki, əsl güc yalnız fiziki varlıqlarda deyil, insanın qəlbində, ruhunda və ənənələrində yaşayar. Muradın bu müqaviməti kəndin digər gəncləri üçün də böyük bir nümunə oldu. Onlar günün hər anını, hər çətinliyi sevgi və mərhəmətlə aşaraq ədalət üçün sarsılmaz addımlar atmağa başladılar. Kəndin hər küncündə, dar-daş yollarında, axan çayın şırıltısında sanki qarşı duranların səsi duyulurdu. Ədalətsizliyə, zülmə qarşı, insanın içində yanan sarsılmaz gücün, müqavimətin, ümidin və sevginin əks sədası. Zaman keçdikcə kəndin vəziyyəti dəyişməyə başladı. Əhməd bəyin ədalətsiz siyasəti insanların sarsılmaz müqaviməti və bir-birinə olan dəstəyi qarşısında zəifləməyə başladı. Kənd sakinləri sarsılmaz inam və ümid ilə ədalətin yerini tapacağını, gələcəyin parlaq səhərlərini qura biləcəyini gördülər. Muradın rəhbərliyi altında kəndin gəncləri və yaşlıları torpaqla, su ilə, əməklə ölçülən əsl gücü bir daha kəşf etdilər və gələcək üçün sarsılmaz bir ümid yarandı. Bir axşam, qara buludların səmaya çöktüyü ulduzsuz gecələrdə kəndin meydanında böyük bir yığıncaq toplandı. Hər kəs keçmişin acı dərslərini, itkilərin kədərini və uğursuzluqları unutmadan gələcək üçün sarsılmaz ümidin parlaq işığını ürəklərində daşıdığını bir daha təsdiqləyirdi. Murad sakit və dərin səsi ilə belə dedi: "Əziz dostlarım, həyatın hər bir anı, nə qədər çətin, nə qədər acı, bizə insanın qəlbində yanan və sarsılmaz inamın, sevginin və mərhəmətin təcəssümü olan gücü göstərir. Biz, qarşı duranların səsi olaraq ədalətsizliyə, zülmə və kədərə meydan oxumağı bacardıq. İndi gələcəyin parlaq səhərləri bizə bu sarsılmaz ümidin işığı ilə gülümsəyir. Hər itki, hər acı, hər kədər bizə öyrədir ki, əsl güc, sevgi və inam heç vaxt sönməz." Bu sözlər məclisdə toplanan hər bir kəsin qəlbində dərin iz buraxdı. Kəndin hər kəsi Muradın rəhbərliyi altında ədalətsizliyə qarşı sarsılmaz müqavimətin, insanın içində yanan sarsılmaz gücün və əsl sevginin nə demək olduğunu dərindən anladı. Hər kəs artıq yalnız maddi varlıqlara deyil, qəlbində, ailəsində və ənənələrində yaşayan əsl zənginliyə, sevgi, mərhəmət, inam və ədalətə əhəmiyyət verirdi. İllər keçdikcə Günəşliyə kəndində hər künc, hər ev və hər daş keçmişin acı izlərinin, qaranlıq gecələrin sükutunu və Muradın yaratdığı ədalətin, sevginin və ümidin sarsılmaz gücünü daşıyan bir dastan kimi yadda qaldı. Hər səhər dağların zirvələrindən süzülən günəş şüaları evlərin pəncərələrindən içəri girir, insanlara həyatın əsl mənasını, sevinci, mərhəməti, inamı və ədaləti bir daha xatırladırdı. Beləliklə, qarşı duranların səsi adını verdiyimiz bu hekayə Tolstoyun əsərlərindəki kimi insanın zəiflikləri ilə birlikdə gücünü, hər çətinliyin arxasından doğan sevgi və mərhəmətin, sarsılmaz inamın və əsl gücün təcəssümü kimi, nəsillərin qəlbində, hər evin divarında, kəndin dar-daş yollarında və meşələrin sükut dolu kölgəsində əbədi olaraq yaşayırdı. Hər kəs bu dastanı ürəklərində daşıyaraq həyatın hər anının, acı ilə şirin, kədər ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu. Beləliklə, Muradın, qarşı duranların və bütün kəndin sarsılmaz ruhu, keçmişin acı dərslərindən, qaranlıq gecələrin arxasından doğan parlaq ümid işığından, ailənin və ənənələrin sarsılmaz dəyərlərindən doğan əsl gücdən bəhs edən bu hekayə, nəsillərin qəlbində, hər küncdə, hər daşda və hər ağacın yarpağında əbədi olaraq yaşadı. Hər kəs qarşı duranların səsini eşidərək həyatın hər çətinliyinə, hər ədalətsizliyə və hər kədərə qarşı sarsılmaz sevgi və inamla irəliləməyə davam etdi.